Ustad, əqaid elmində Allahın sifat-ı sübutiyyəsində olan sifətlərdən biri də muriddir. Murid nə anlama gəlir? Murid yəni iradəsi olan. Allahın iradə sifəti onun zatı sifətidir. Allahın zatı sifətləri elm, qüdrət, həy. Murid sifətləri bu sifətlərə bağlanır. Bu sifətlərdən ayrı deyil. Yəni insan kimi deyil Allahın iradəsi. Allah əgər bir şeyi iradə edirsə, iradə yəni istəmək, bir şey istəyirsə, orada Allahın elmi də var, Allahın qüdrəti də var, Allahın hikməti də var. Və istədiyi, iradə etdiyi və istədiyi bir şeyə ol, deyər və olar. Buna deyirlər Allahın iradəsi, Allahın feillər üzərində istəyi. Ustad, mən bir şey başa düşmədim bu məsələdə. İnsan da iradə eləyir, Allah da iradə eləyir. Bəs bunların arasında fərq nədir? Yəni, insanın da iradəsi var, Allahın da iradəsi var. Bunlar arasındakı o fərqlilik nədədir ki? Yəni demək istəyirsən ki, Allahın da iradəsi var, insanın da iradəsi var. Bəli. İndi baxaq. Biz bəğlə sözümüzün əvvəlində dedik ki, Allahın iradəsi onun elminə, qüdrətinə, hikmətinə bağlıdır. Yaxşı. Amma insan özünə iradə eləyir. İnsan iradə bir şey istəməmişdən qabaq, iradə etməmişdən qabaq və yaxud görməmişdən qabaq əvvəl düşünür. Ondan sonra qərar verir. Sonra iradə edir ki, nə etsin? İşi görsün. Bəzən düşünür. Yəni bunu bilim. Düşünür nə deməkdir? Bilmirdi. Düz? Düşünür. Düşünəndən sonra nə edir? Bəzən tərəddüd edir. Edim ya etməyim. Qərar verir sonra. Qərar verir. O işi görür və bəzən də işi görəndən sonra nə olur? Peşmançılıq olur. Dinaxaq elədir. İnsanın qərarları, iradəsi hər zaman elmə dayanmır. Nəyə də dayana bilir? Hisslərinə dayanır, xarici təsirlərə dayanır, başqalarının fikirlərinə dayanır, vəsvəsəyə dayanır. Amma Allahın iradəsi onun zatı elminə, zatı qüdrətinə, hikmətinə dayanır. Allah düşünməz. Bir şeyə iradə eləsə, ona ol deyər və o olar. Yasin surəsi. Allah bir işi iradə edər, o iş baş tutar, olar. Bu mümkün deyil ki, Allah desin ki, bunu naxaq elədim. Qəbul eləməzdi. Mümkün insanlar bəzi hadisələr olur, onları düz qəbul eləmirlər. Deyir, bu gərək olmamalıydı. Amma dedək ki, Allahın iradəsi hikmətinə dayanır. Bizim səhv gördüklərimizin bir hikməti var. İnsan zamanını gözləsə, görəcək ki, bu zəruriymiş, bu olmalıymış. Bu olması olmaz. Arxa plana nə? Bu indi biz Allah qoysa qəza və qədər bölməsində ki, bəhslərimiz olacaq. Orada açılacaq bu iradə məsələsi. İnşallah. Ustad, sizin dediklərinizdən yadıma bir dənə imamdan bir hədis düşdü. İmam buyurur ki, sizin başınıza gələn hadisələr həmən zamanda, həmən məkanda sizin başınıza gələn ən yaxşı hal idi. Ən yaxşı vəziyyət elə o olub ki, o sizin başınıza gələr. Siz dediklərinizdən belə başa düşürük ki, yəni biz bəzən insanın başına gələn hadisələrdən insan giləy-güzar eləyir ki, belə olsaydı belə olardı, kaş belə olmazdı. Amma o hadisələr ki, bizim başımıza gəlir, deməli Allahın hikmətində o sənin başına gələn elə ən yaxşı formu elə oymuş ki, Misalın bir nədən deyim sizə. Deməli, bir İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis çıxdı qabağıma. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, əgər siz zökəm, qilib deyək də, zökəmə tutulmasaydınız, düzəmə tez yaxalanardınız. Tez tutulardınız. Bəzən qilib, xoşumuza gəlmir bu viruslar, amma onlar bizim bədənimizi təmizləyir. Hətta Həzrət Əli əleyhissalam buyurur ki, zökəmə tutulan zaman onun qarşısını tez almayın. Qoy bədəndəkiləri çıxartsın.
qarşısını tez almağa çalışmayın. Yəni bizim o qızdırma ki gəlir. Biz ona o xəstəlikdən zamanda biz baxaq, amma bilmirik ki, bunun hikməti nə? Hikməti odur ki, daha böyük bəlalardan bizi qurtarmaq üçündür. qurtarır. İndi tək bu deyil ha, məsələn düzəm deyiləndə xüsusən o zamana görə deyilirdi. Mənim bədənimin müqavimətini artırır, immunitetimi gücləndirir. Qışın əvvəl fəslindəki xəstələnmələr ki var, bu cür. Bu səni qışın daha sərt soyuqlarına hazırlayır, bədənin müqavimətini hazırlayır. Biz bundan xoşumuz gəlmir. Amma Allahın hikmətində bu günüm üçün, sabahım üçün ən xeyirli olanımdır. Deməli bizim o başımıza gələn hərdən o Gözəl çətinliklər, hədisiydi. bəlalar var. Onlar bizi qızdırma kimi, həmin o zökəm kimidir də. Neyinsə qarşısını almaq üçündür, immunitet yaratmaq üçündür. Dəqiq. Bəzən bu rollar var. Dəqiq.